Tora dəyib toxunan Tora şey dəyib mən- qayıdan topu vuran oyunçunun özünün yenidən toxunma şansı var. Hayır. Yoxdur. Amma onun komanda yoldaşı 3 toxunuş tamamlanmayıbsa toxunma şansı var. Bəli, mən. Ayso toxunma şansı vardı. Yaxşı. Qeyri-idman faalı zamanı top sərbəst atışı yerinə yetirən komandada qalır, yoxsa qayıdır verilir rəqibə? O əl faal limiti dolmayıbsa... Yox, onun yəqin aidiyyatı ki, yoxdur anam. Qeyri-idman faalı zamanı top sərbəst atışı yerinə yetirən komandada qalır. Tamam. Bəli. Texniki faalımız neçə sərbəst atışdır? Texniki faal bir sərbəst. Deməlim sizə, texnik faalda təmas olur anam. Hayır, mən. Texnik faalda bizim təmasımız yoxdur. Bəs bir komandanın üçüksüz basketbolda meydanda neçə nə olur? 3 nəfər. Mən məktəbdə ona görə. Oyun zamanı 3 nəfəri olmalıdır ki, oyun başlasın meydanda. Yaxşı, çeyk balda komandalar arasında neçə metr məsafə olurdu? 1 metr mən. 1 metr məsafə olurdu. Çeyk baldan alan birbaşa topu rəqibin səbətə ata bilərsiniz. Çek balından bir başa verməli. Topu təsadüfən öz səbətiniz atarsınızsa nə olur böyük basketbolda? Təsadüfən atanda o komandanın kapitanına 2 xal yazılır. Və təsadüfən atanda rəqib komandanın kapitanına 2 xal. Bəs bilərəkdən atanda? Bilərəkdən atanda qayda pozuntusu. Qayda pozuntusu olurdu. Saniyə qayda pozuntuları komandanın və yaxud da oyuncunun faal limitinə faal olaraq yazılır. Saniyə qayda pozuntuları. Məncə yox. Yazılmırdı. Təşəkkürlər Nəzakət müəllimə.